Eramızdan əvvəl 11-ci və 9-cu əsrlərdə Urmiya gölü hövzəsində bir sıra vilayətlər var idi. Və bu vilayətlərin hər birinin öz ərazi bölgələrinə əsaslanan siyasi qurumları vardı. Yəni belə ki, özlərinin başçısı var idi, özlərinin şəhər qalaları və sair var idi. Bunların içərisində ən böyüyü deməli Zamua vilayəti idi və Zamua vilayətində Lubilərin ölkəsi adlandırırdılar. Eramızdan əvvəl 1-ci minin əvvəllərində, yəni təxminən eramızdan əvvəl 9-cu əsrdə deməli Urmiya gölü hövzəsində deməli vahid dövlət olmadığı üçün deməli iki dövlət arasında deməli Urmiya gölü hövzəsi deməli belə deyək də mübarizə şəraitində oldu. Bunlar Assur və Urartu dövlətləri idi. Yazıram bura. Assur bir də Urartu dövlətləri idi və beləliklə deməli hətta bəzi vilayətlər, vilayət hakimləri Aşurlarla müqavilə imzalayırlar, onlara xarac ödəməyə məcbur olurdular və s. Bütün bunları, yəni Aşura və Urartuya qarşı mübarizə şəraitində məcburiyyət qarşısında qalaraq artıq yaranmış olan Urmiya gölündəki xırda vilayətlərin birləşməsi nəticəsində artıq vahid bir dövlətin yaranmasına gətirib çıxarmışdı. Və biz müəllimlər deyirik ki, eramızdan əvvəl 9-cu əsrdə deməli, Manna dövləti yaranmışdır. Deməli, bu gördüyünüz Manna dövlətidir. Paytaxtı İzirtu şəhəri olmuşdur. Gölü Urmiya gölü ətrafında olmuşdur və belə deyək, biz Manna haqqında müxtəlif deyirik ki, Aşur hökmdarlarının kitabəsində rast gəlinir, Salman Əsərin kitabəsində təxminən belə deyək müəllimlər 843-cü ildə rast gəlinmişdir. Eramızdan əvvəl əlbəttə ki və burada ümumiyyətlə bu kitabədə Manna adına rast gəlinmişdir. Amma burada hər hansı bir talan haqqında məlumat yoxdur. 829-cu ildə eramızdan əvvəlsi deyirik ki, burada deməli Salman Əsərin hücumu ərəfəsində Udakinin adı çəkilir. Deyir ki, burada Mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Və buradan da belə aydın olur ki, müəllimlər, biz deyirik ki, Mannada ilk hökmdar kimi Udakinin adını çəkə bilirik. Manna dövlətinin yaranması dediyimizdə 9-cu əsrə düşmüşdür. Cənubunda yaranmış ilk dövlətdir. Əsas sərhədləri burada Araçay istiqamətindədir yoldaşlar. Əsasən biz deyirik ki, deməli qərb hissəsində daha çox deməli Aşurla deməli qonşuydu. Şimali qərb hissəsində Urartu ilə qonşuydu burada. Cənubu şərqində isə Midiya dövləti ilə deməli qonşuydu. Və burada biz bir daha təkrar edirəm, 3-cü və 2-ci minilliklərdə Urmiya gölündə yaşayan, yəni ki, Tukuti, Lulubi su tayfalarının varisləri hesab olunurdu. Əhalinin sosial tərkibinə gəldikdə isə biz deyirik ki, əyanlar, sənətkarlar, kəndlilər və qullar burada əsasən deməli əsas ön plandaydı. Biz deyirik dövlətin ictimai quruluşuna görə isə əziz müəllimlər, dövlət ictimai quruluşuna görə quldar idi. Amma siyasi quruluşuna görə yoldaşlar bu monarxiya idi. Dövlətin başında hökmdar dururdu, qeyri-məhdud hüququ malik idi. İranzonun dövründən başlayaraq artıq biz nə deyə bilərik? Deyirik 1. Mərkəzləşdirilmiş dövlət. 2. Hakimiyyətin atdan oğula keçirilməsi, ölkənin vilayətlərə bölünməsi və canişinlik sisteminin yaranması məhz deməli İranzonun dövründən təsadüf edir. Eyni zamanda müəllimlər, biz deyirik ki, Mannada Ağsaqqallar Şurası mövcud idi. Ağsaqqallar Şurasının olması göstərir ki, doğrudan da sinifli cəmiyyətə keçidiyini göstərir. Və düzdür, Ağsaqqallar Şurası mövcud olur. Deməli dedik ki, Mannada Ağsaqqallar Şurası mövcud idi. Mannada Ağsaqqallar Şurasının mövcud olması müəllimlər nəyi sübut edir? Deyir ki, doğrudan da Manna sinifli cəmiyyətə keçdiyinin bir daha sübutu edir. Deməli müəllimlər, belə yadda saxlayırıq. Təxminən 9-cu əsrdən başlayaraq, en nöqtəyə yazıram bura, sonlarından başlayaraq Manna Urartu hücumlarına məruz qaldı. Və belə deyək, yəni istər Manna dövləti, istər Assur dövləti, burada Urartu dövlətini götürəm, istər Assur dövləti, Manna dövlətinə daim mübarizə edirdi. Məhz testdə belə bir sual düşür. Hansı dövlətdir ki,
digər bir dövlətə qarşı müharibələr nəticəsində qüvvətlənib. Bu Manna dövlətidir və Urartuya qarşı güclənmişdir. Biz Mannanın hökmdarlarının ardıcıl olaraq saysaq, birinci Udakinin məlumatını verdik. Daha sonra İranzonun, deməli, İranzonun, daha sonra Aza qısa müddətlikdir. Daha sonra Ulus 716-680-da, daha sonra Aşiri 670-650 eradan əvvəl, daha sonra Uvalli eramızdan əvvəl 650 və 630-cu illərdə. Amma müəllimlər, burada incə bir nüans var. Biz deyə bilmərik ki, Uvalli sonuncu hökmdardır. Çünki biz deyirik ki, Manna dövlətində dövlətin varlığına eradan əvvəl 590-da son qoyulub. Düzdürmü yoldaşlar? 590-cı ildə. Deməli 590. Və bu 590 olduğu üçün biz 630-cu il Uvallinin dövründən sonra deməli hökmdar olub. Amma bizə onun haqqında məlumat olmadığı üçün biz deyirik ki, deməli Uvallinin dövrü 30-cu ildə bitmişdir, amma Mannanın dövlət kimi varlığına 590-da son qoyulubdur. Deməli müəllimlər, İranzonun dövrünü biz bunu kimi bayaq izah elədim. Mərkəzləşdirilmiş dövlətin yaradılması, canişinlik sisteminin yaradılması, hakimiyyətin irsi olaraq keçirilməsini biz bunu deməli götürürük. Məhz İranzonun dövründə Aşur-Urartu müharibələri olmuşdur. Təxminən biz deyirik ki, bu olmuşdur 735-ci ildə eradan əvvəl və eradan əvvəl Aşur-Urartunu məğlub etmişdir və nəticədə Mannanın torpaqları geri qaytarılmışdır. Bundan sonra artıq Mannanın bütün cənub əraziləri, yəni bütün bu cənub əraziləri deməli ələ keçirilmişdir, birləşdirilmişdir. Ümumiyyətlə gördü ki, artıq deməli Rusiya gördü ki, Urartu hökmdarı gördü ki, Mannanı tamamilə ələ keçirə bilmir. Artıq yavaş-yavaş Zikertu vilayətini, ardınca bir neçə vilayəti Mannadan ayırmağa başladı. Və təxminən müəllimlər 719-cu ildə əlbəttə eradan əvvəl Şandıl Durduko şəhərlərində üsyanlar baş verdi. Və burada kimə qarşı qaldırılmışdı? Məhz İranzoya qarşı qaldırılmışdı. Kim qaldırmışdı? Rusiya tərəfindən qaldırılmışdır. Yəni Rusiya Urartunu müdafiə etdiyi Manna vilayət hakimləri və bəzi canişinlər İranzoya qarşı üsyan qaldırmışdır. Və bu üsyan da əlbəttə ki, Aşur bunlara kömək göstərdi. Elə həmin ildə 19-cu ildə üsyansız şəhərləri, vilayətlər darmadağın etdi və əhalinin bir hissəsini Aşura köçürdü. Biz Azanın dövründən müəllimlər, biz Azanın dövrünü, biz deyirik ki, Azanın dövrü qısa hakimiyyət dövrüdür. Düzdürmü? Azan dövründə, onun dövründə belə deyək də, Səhənd yaxınlığında 716-cı ildə eradan əvvəl döyüş olmuşdur, lakin öldürülmüşdür. Və bundan sonra artıq Rusiya Səhənd döyüşündən sonra, baxın, Səhənd döyüşündən sonra 22 Manna qalası ələ keçirilmişdir və bundan sonra Azanın ölümündən sonra hakimiyyətə Rusiya gəldi. Rusiya əvvəlki kitablarda deyirdi ki, Rusiya deməli ulusu hakimiyyətə gətirdi. Hakimiyyətə gəlməsinə görə 22 Manna qalası verdi. Bu səhvdir. Biz indi deyirik ki, Səhənd döyüşündən sonra deməli Rusiya ələ keçirdi. O şərtə razılıq verdi ki, o qalalar qalmalıdır Rusiyada. Sarqonun yürüşləri müxtəlif illərdə olmuşdur. Məsəl üçün biz bu illərə deməli göstərə bilərək 716, 715, amma ən böyük yürüşü 714-cü ildə olmuşdur müəllimlər. Sirdakka müqaviləsi imzalanmışdır 14-cü ildə ən böyük yürüşündən sonra və yürüşünün yəni şərtlərinə görə isə Sarqon burada Manna Aşura xarac ödəməli idi. Əvəzində Ulus Aşurun ordusunu ərzaqla təmin etməli idi və Sarqon isə Urartunun işğal etdiyi əraziləri geri qaytarmalı idi. Deməli Sarqonun 714-cü il yürüşündən sonra artıq Rusiya özünü öldürdü məğlubiyyətdən sonra 14-cü ildə və Mannan əraziləri genişləndi. Yadınızda bir şey qalsın müəllimlər. Deməli deyirik, İranzonun dövründə mərkəzləşdirilmə həyata keçirilibdir. Amma Ulusun dövründə Manna bütünlüklə hakimiyyətini, öz ərazilərini tamamilə bütünlüklə birləşdirilmişdir. Aşirinin dövrü elə bir dövrə təsadüf edir ki, 7-ci əsrdə eradan əvvəl burada daha çox deməli
Eramızdan əvvəl 7-ci əsrdə burada Kimerskistak tayfaları Cənubi Qafqazda yürüş var idi. Kimerskistak tayfalarının biz bilirik ki, onlar özlərlə yeni döyüş üsulları gətirmişdir. Döyüş arabaları var idi və bu dövrdə onlar Aşurların hücumlar ediblər. Hətta deməli Midiyada Aşura qarşı hücum olmuşdur və Midiyada Aşura qarşı hücum ərəfəsində deməli burada deməli Mannanın deməli bu istiqamətdə qovub çıxartmışdılar. Midiyada 673-cü, 72-ci illər ərzində təxminən bu illərə düşür. Deməli Aşur Banipal İşbaka ilə müttəfiq olur. Aşşeri üzr istəyirəm, tamamilə xarac ödəməyi dayandırır və bütün deməli yəni onların dostluqları olur. Amma Aşur Banipal Manna ilə deməli Aşşerin Asuriya əlaqələrin pozulduğuna görə təxminən belə deyək də müəllimlər, belə deyək, eradan əvvəl deməli Eradan əvvəl 650-ci ildə hücum edir Aşurbanipal ora və bunun nəticəsində də yəni paytaxt İzortunu tutub yandırır və 650-ci ildə Aşşeri bunun əhali bunun etdiyi Aşşerinin apardığı müharibələrin artıq yorulur və nəticədə bunlar üsyan qaldırılır və Aşşeri öldürülür. Sonra Ovalli gəlir. Ovalli Aşurla əlaqələri bərpa edir. Ancaq Aşurla əlaqələri bərpa etsə də əslində bu hardasa ölkənin zəifləməsinə gətirib çıxarır bir növ. Çünki artıq həmin dövrdə Midiya güclənmişdir. Midiya Babil ittifaqları birləşmişdilər və nəticədə deməli Manna bir siyasi səhvə yol verərək Aşuru müdafiə edir. Öz ordusunu Aşura köməyə göndərir və 590-da deməli Manna dövlətinin varına son qoyulur. Deməli burada sizin bilməli olduğunuz incə nüanslar nələrdən ibarətdir? İran ulus ilə Aşşerin ortaq cəhəti nədir? Hər ikisi müəllimlər deyirik ki, Aşur əlaqələri pozubdur. Amma ulus səhvini anlayıb bərpa edib, Aşur səhvini anlamayıbdır və sonra üsyan nəticəsində öldürülübdür. 2 dəfə Aşurlar İzurtu şəhərini yandırıblar. Biri olub 700 deməli demək 16-cı ildə, digəri olub 650-ci ildə. Hər ikisində dağıtma səbəbi odur ki, hər ikisinin də Aşur deməli əlaqələri pozduğuna görə, Aşurla ona görə deməli dağıtmışdır.